Bismillah, elhamdülillah. Və salatu və selamu alə Rasulillah. Əmmə bə'd. Aləmlərin Rabbi olan Allah'a həmd olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə və qiyamət gününəcən onun ardınca gözəl şəkildə gedənlərə Allah'ın salamı olsun. Allah'ın zinəklər, bugünkü mövzumuz xəstəlik və həmçinin xəstəlikdən olan faydalar. Xəstəlikdə olan faydalar. Hər bir kəs Allah'ın iznən bilməlidir ki, Allah subhanahu wa ta'ala bütün insanları böyük bir hikmət üçün yaratmışdır. Allah subhanahu wa ta'ala öz qullarını yalnız ona ibadət etsinlər deyə yaratmışdır. Və bu barədə də Allah subhanahu wa ta'ala öz şərəfli kitabında Əz-Zariyat surəsinin 56-cı ayəsində deyir ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Və həmçinin Allah subhanahu ta'alanın öz qullarına, öz yaratdıqlarına rəhminin və mərhəmətinin ən gözəl nümunələrindən biri də odur ki, Allah subhanahu ta'ala insanlara nəcat yolun, hidayət yolun, doğru yolu rəsulları göndərməklə onlara bildirib. Və həmçinin insanlara hikməti və həmçinin ağıllı olmağı verib. Yəni insanlara seçə bilməyi, doğru yolu görə bilməyi və onların ağıllı olmasını verib. İbn-i Qayyim rahmehullah yaradılış haqqında qeyd edir və deyir ki, Allah subhanahu wa ta'ala yaratdığı məxluqları 3 qrupda və 3 sinifdə yaradıb. Onlardan bəzilərinin ağlı var, şəhvəti yoxdur. Onlardan bəzilərinin şəhvəti var, ağlı yoxdur. Onlardan bəzilərinin ağlı var və şəhvəti var. Və sonra buyurur ki, mələklər, onların ağlı var, amma şəhvətləri yoxdur. Heyvanlar, onların şəhvəti var, amma ağlı yoxdur. İnsan, onun ağlı var və şəhvəti də var. Kimin ağlı şəhvətinə qalib gələrsə, üstün gələrsə, o mələklərlə birlikdə olar. Kimin şəhvəti ağlına üstün gələrsə, o heyvanlarla olar. Və Allah subhanahu ta'alanın öz qullarına rəhmətindəndir ki, onlara ağıl nemətini verib, seçə bilmək nemətini verib. Ki, insanlar doğru yolu tutub gedə bilsinlər. Və hansı ki, həmin yol Allah subhanahu ta'alanın izni ilə cənnətə aparır və mülkü bitməyənin səltənətinə aparır. Və hər bir kəs də Allah subhanahu ta'alaya ibadət etmək üzərində yaradılmışdır. Hər bir kəsin yaradılışı da Allah subhanahu ta'alaya ibadət üçün hazır bir şəkildə yaradılır. Yəni, insan bəzən görürsən, ibadətə çağıranda, Allah subhanahu ta'ala çağıranda deyir ki, mən hələ hazır deyiləm. Mən hələ hazır deyiləm. Lakin bu yalandır. Onun bu iddiası yalandır. Çünki Allah subhanahu ta'ala insanları əslən fitrət olaraq özünə ibadət üçün yaradır. Və bu məqsəd üçün yaranmışsan. Sən buna hazırsan. Sən içki içməyə hazır deyilsən. Sən siqaret çəkməyə hazır deyilsən. Allah'a şirk qoşmağa hazır deyilsən. Asiliklər eləməyə hazır deyilsən. Digər günahları eləməyə hazır deyilsən. Çünki sən bunun üçün yaradılmamışsan. Sənin yaradılış məqsədin Allah subhanahu ta'ala ibadətdir. Yalnız və yalnız ona ibadətdir. Və deyəndə ki, ibadətlə ilk mən hələ buna hazır deyiləm. Lakin o özün yalanlayır. Allah subhanahu ta'ala hər bir kəsi özünə ibadət üçün yaradıb və bu hər bir kəsin öz nəfsində də var. Çünki insan digər pis vərdişlərə öyrəşməlidir ki, onları eləyə bilsin ibadətdən başqa. Digərlər hamısı çətin gəlir, ağır gəlir. İnsan ilk öncə içkiyə başlayanda acı gəlir, ağır gəlir. Ondan sonra siqaret çəkəndə baş gicəllənməsi olur, öskürəklər verir. Lakin ibadət elə deyil, gözəl şəkildə dəstəmazı alacaqsan, Allah subhanahu təkliyini qəbul edəcəksən, şəhadət gətirəsən, sonra namaz qılasan, Allah subhanahu layiqincə ibadət edəcəksən. Və bu yoldan yalnız qəlbi İslamdan və dindən çevrilmişlər, yəni özünü adladmışlar yalnız aza bilər. Başqa bir yola gələ bilər. Çünki insanın dediyimiz kimi fitrətindəndir ki, Allah subhanahu ta'ala ibadət etsin. Əgər onu dəyişdirən kəslər olmasaydı, insanı böyüdükdən sonra onu başqa yollara yönəldənlər olmasaydı, əgər insan öz başına tək bir halda yaşasaydı, o böyüyüb Allah subhanahu ta'alanı tanıyacaqdı. O böyüdükdə Allah subhanahu ta'alanı tanıyacaqdı. Sonra şeyh vurur ki, insan ilk öncə torpaq oldu. Sonra isə nütfə, sonra isə laxtalanmış qan,
sonra isə çeynənmiş ət parçası kimi. Sonra isə ondan sonra körpə bir uşağa çevrildi. Ondan sonra isə o uşaq bir olduğu halda doğuldu. Bunların hamısı da Allah Subhanahu Taala'nın böyüklüyünü göstərir ki, Allah Subhanahu Taala öz qullarını fitrəti üzərində yaradır. Muhammed sallallahu aleyhi və səlləm deyir ki, Abu Hurayra rivayət etdiyi hədisdə Muhammed sallallahu aleyhi və səlləm deyir ki, hər hansısa bir uşaq doğulduğu zaman onlar fitrət üzərində doğular. Onun atası və anası onu ya Yahudi, ya Hristiyan, ya da Məcusi edər. Yəni insan özü doğulduğu halda fitrət üzərində doğular. Fitrət üzərində doğular. Onu ya atası Yahudi edər, ya anası, ya atası yaxud da anası Hristiyan edər, ya atası ya da anası onu Məcusi edər. Sonra insan doğulduğu və olduğu əhatədə yaşayar, böyüyər. Ondan sonra isə ona ölüm mələyi gələr. Ondan sonra isə ona ölümü gələr. Hansı ki, bu elə bir qonaq, elə bir ziyarət edəndir ki, kimsə onun qarşısını ala bilməz. Kimsə ona yox deyə bilməz. Gəlməsinin qarşısını ala bilməz. Kimsə onun tələbindən qaçıb qurtara bilməz. Yəni o ölüm kimi ki tələb eləsə, öldürmək üçün Allah əmr etsə ki, filanın canı alınsın və o ölüm mələyi tələb etsə onun canını almaq üçün kimsə ondan qaçıb qurtara bilməz. Heç bir sədlər, heç bir qoşunlar onun qarşısını ala bilməz. Ölüm gəldiyi zaman isə insanın bədənindən ruhun çıxması, onun bədəninə olan əzab, əziyyət isə qılıncların vurmasından, mişarların insanı doğramasından, qaçların insanı tikə-tikə etməsindən daha şiddətli bir ağrı olar. Çünki deyir, ölüm insanın bütün bədəninin hər üzvünə, hər əzasına, hər bir, yəni bədəninin hər bir yerində ona təsir edəcək. Çünki insanın bədəninə hər hansı bir şey dəyəndə, əli kəsiləndə, əlinə tikən batanda, onun ağrıma səbəbi orada ruhun olmasıdır. Yəni ağrıma səbəbi nə üçün ağrıyır? Çünki orada ruh var. Məsəl üçün kəsilən hər hansısa bir ələ, ged iynə batır. Ağrıyacaq mı insan? Ağrımayacaq. Çünki əslən orada ruh yoxdur. Ağrıma səbəbi ruhdur və sənin zənnin nədir ki, o ağrıma səbəbi ruhun özün oradan dartıb çıxardırlar. Bədəndən, hər bir nöqtəsindən, hər bir zərrəsindən, hər bir hüceyrəsindən dartıb ruhu çıxardırlar. Və onun üçün bədəndə olan elə şiddətli bir ağrı olacaq ki, çünki bədənin hər bir əzələsindən, hər bir oynağından ruh çıxacaq. Və onun üçün də deyir, xəstə can verdiyi zaman görürsən, ondan nələrsə soruşulursa, kiməsə cavab verə bilmir. Çünki indi onun başını yatışdıracaq, onu məşğul edəcək başqa işləri var. Çünki o şiddətli ağrını dadır. İnsanlar görməsə belə. Sən elə bilirsən ki, o sakitçədir. Əslən onun ağrıdan dili tutulub, danışa bilmir. Sənə deyə bilmir, səsi çıxa bilmir. İnsan deyir ki, necə rahat öldür? Rahat ölüm yoxdur. Rahat ölüm yoxdur. Çünki insanın bədənindən ruhu çıxırsa, bu şiddət olmalıdır. Çünki Muhammed sallallahu aleyhi ve sellem balaca bir uşağı qucağına götürür. Görür ki, uşaq can verdiyi zaman şiddətli bir ağrı ilə ağrıyır. Və Muhammed sallallahu aleyhi ve sellem deyir ki, İnnə lil-mevtu ləsəkarat. Şübhəsiz ki, ölümün sıxıntıları var. Balaca uşaq. Deməli, hər bir kəs üçün ölümün sıxıntıları var. Hər bir kəs üçün ölümün sıxıntıları var. Onun üçün danışa bilməyib, sanki rahat ölürmüş kimi bir insanı görəndə, elə zənn eləmə ki, o rahat ölür. O ağrının şiddətindən danışa bilmir əslən. Və ölüm bütün güclülərin belin qırır və hər bir güclünü zəiflədir və ölənin bir dəfə olsun belə yardım diləməyə gücü çatmır. Sonra isə onun ağrısı bütün bədəninə yayılır. Sonra isə ruh boğaza qalxır, xırıltıları gəlir. Sonra isə dil zəifləyir. ثُمَّ يَمُوتُ كُلُّ عُضْوٍ مِنْ أَعْدَائِهِ تَدْرِيجِيًّا. Sonra onun bədənində olan bütün əzaları yavaş-yavaş ölür. Hər bir ayaqdan başlayaraq ruhun çıxması başlayır. İlk öncə ayaqların qüvvəti gedir, gücü gedir, istiliyi gedir, hərarəti gedir, dəbərişi gedir. Yavaş-yavaş qalxaraq bütün əzalardan, bütün əzələlərdən birər-birər çıxır ruh. Və hər bir oynaq, hər bir əza, hər bir əzələ, hər bir insanın bədən üzvü
öz funksiyasını, öz işini dayandırır. Sonra isə ölüm mələyi onu boğazına çatır. Fə ində dəlikə yanqati ənid-dünya və əhli. Sonra isə o zaman həmin insan dünya və onun əhlindən qurtarır və bitir. Və onun getmə həsrəti, ağrısı ona şiddətli acı verir. Və yəndəm heyfə lə yənfəun nədəm. Və elə bir şiddətli kədərlənir ki, lakin o mövqeydə orada kədərlənmək fayda vermir, peşman olmaq fayda vermir. Allah subhanahu wa ta'ala buyurur ki, kullu nəfsən zəiqatul maut. Hər bir canlı, hər bir nəfs ölümə dadacaqdır. Mükafatlar isə qiyamət günü Allah subhanahu wa ta'ala tərəfindən veriləcək. Kim cəhənnəm odundan qurtaracaqsa, artıq nicat tapmışdır. Dünya isə boş xəyalların dünyasıdır. İnsan qəbrə qoyulduqdan sonra isə o qəbir ya onun üçün cənnət bağçalarından bir bağça olacaq, ya da cəhənnəm dərələrindən bir dəri olacaq. Sonra şeyx burada şeir gətirir, deyir ki, uşaqlıq zamanında olanları, yəni uşaqlıqda olanları artıq dərk elə. Yəni sən artıq uşaq deyilsən, artıq bilirsən, artıq yetişmirsən. Balaca olanda hansısa səhvlər, hansısa xatalar ola bilər. Lakin deyir, sən artıq uşaq deyilsən, səndən baş verən hər bir uşaqlıq, hər bir səhvləri tərk elə. Günahlarını xatırla və onlar üçün ağla, ey günahkar. Günahlara görə hesabat çəkilməyi xatırla. Xatırla ginən və bil ginən ki, etdiyin bütün xatalar, günahlar, cinayətlər hamısı hesaba çəkiləsən, hamısından hesaba çəkiləsən və onların hər biri də yazılır. Və bil ki, deyir, çiynində olan mələklər onları unutmurlar, sən unutsan belə. Sən unutsan belə günahları, məsəl üçün 2 il bundan qabaq günorta zöhrdən sonra saat 2-də nə eləmsən, sən əslən bilmirsən. Hansı günahı, hansı səhvə, hansı xatanı, hansı dilin xatasını, günahı eləmsən, əslən bilmirsən, sən unutmursan. Lakin sən unutsan belə o mələklər unutmurlar, artıq onlar yazıblar. Artıq onlar yazıblar. Və həmçinin əksinə onlar onu təsbit ediblər. Nöqtəsinə qədər nə eləmsən onu qeyd ediblər. Lakin sən bilmirsən, hələ də oynayırsan deyir. Ruh səndə deyir, qalıcı deyil deyir, gedəcəkdir deyir. Ruh sənə verilib, o səndən alınacaq. Sən özün istəməsən belə onu qaytaracaqsan. Sən özün istəməsən belə onu qaytaracaqsan. Sonrakilər bu mövzuda danışmaqda məqsədimiz, bunları ilk öncə qeyd etməkdə məqsədimiz odur ki, insan dünyaya gəlir, doğulur. İlk öncə ana bətnində, ilk öncə yəni babamız Adəm torpaqdan, ondan sonra isə onun nəsli nütfədən, sonra isə laxtalanmış qandan, sonra isə çeynənmiş ət, sonra isə insan formasına düşür. Sonra isə doğulur, uşaq olur, sonra isə cavan, sonra isə yaşlanıb kişi olur, sonra isə qocalır, sonra isə ölür. Bunlar xatırlatma idi, hər bir insan xatırlasın. Sənə verilmiş ruh əmanət olaraq bilinsin ki, sən istəməsən belə o əmanət səndən alınacaq. Vermək istəməsən belə səndən alınacaq. Sələflər deyirlər ki, hər bir kəs qorxduğundan qaçar, qorxduğu arxasında özü önündə olar, birindən başqa, Allah subhanahu wa ta'aldan başqa. Allahdan qorxub qaçan ona tərəf qaçır. Aydındır mı? Hər neydən ki qorxursan, qaçırsan, o sənin arxında olur. Bir Allahdan başqa, Allah subhanahu wa ta'aldan. Qorxanların Allah qarşısında olur. Aydındır mı? Yəni sən Allaha qaçırsan, Allahdan qorxan, neydənsə qorxursansa, ondan qaçırsan. Allahdan qorxanlar ona qaçırlar, Allaha qaçırlar. Onun üçün bu xatırlatmalar, onun üçündür ki, əxilər, biz Allahdan qorxaq, Allahdan qorxan ona qaçar. Digərlərindən qorxan onlardan qaçacaq. Allahdan qorxan isə ona qaçacaq. Və insan yaşadığı müddətcə, doğulduğundan ta ruhunu təhvil verənə qədər onun başına gələn bəzi müsibətlər olur. Bəzi bəlalar, bəzi xəstəliklər olur. Və bu xəstəliklərin içərisində faydalar ola bilərmi, yoxsa ola bilməzmi? Bu barədə danışacaq ki, insanın başına gələn xəstəliklərdən faydalar varmı, yoxsa yoxdurmu? Yəni, müminin yaşayışında ona üz verən bəzi çətinliklər olur, ha? Onlar onun üçün xeyirdirmi, yoxsa şərdirmi? Onlarda ona xeyir mi istənilir, yoxsa şər mi istənilir? Və hansı şəkildə insanın etməsi lazımdır ki, onun xəstəliyi də onun üçün faydalı olsun, onun üçün xeyirli olsun. Xəstəlikdə, insanın xəstələnməsində çoxlu faydalar və mənfəətlər var, hansı ki, insanlardan çoxları bunu bilməz. Xəstəlikdə və insanın xəstələnməsində çoxlu faydalar var,
mənfəətlər var, hansı ki, insanlardan çoxları bunu bilməz. Xəstəliyin faydalarına aid şeyh buyurur ki, 100-dən çox faydası var. Lakin biz bu risalədə şeyh deyib ki, onlardan bir neçəsinə toxunacaq. Birinci fayda, xəstəlik insanın nəfsini təmizləyir. Xəstəlik insanın nəfsini təmizləyir və insanın bədənində olan şərdən və pisliklərdən aralaşdırır. Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُ عَنْ كَثِيرٍ. Sizin başınıza gələn hər bir müsibət sizin əlinizin qazancıdır, günahlarınızın səbəbidir hamısı deyir. Və o müsibətlər gəldiksə bu günahlar təmizlənir və Allah buyurur ki, sizin əlinizin qazandığıdır və ya'fu an kəsir və Allah hələ onun çoxsunu bağışlayır. Təsəvvür edin, Allah Subhanahu əgər bağışlamasa həyatı müsibətlərlə keçər. Çünki Allah rəhimlidir. Və Allah Subhanahu çoxlu fürsətlər qoyur müsəlman üçün, mömin üçün. Hər bir işi xeyirdir möminə. Namazla namazın arası mömin üçün kəffarədir günahlarına. Ramazanla Ramazanın arası, cümə ilə cümənin arası, hacla hacın arası, ümrə ilə ümrənin arası Allah çoxun bağışlayır, sən bilmirsən. Evdən çıxıb məscidə attığın addımların Allah Subhanahu bir günah silər, bir savab yazar və sən dərəcəyə qaldırar. Aldığın dəstəmazla əllə elədiyin günahlar tökülər, üzü yumaqla üzündə olan günahlar tökülər, gözdə olan elədiyin günahlar tökülər, ayaqla yuvarlarkən ayaqla olan günahlar tökülər, ayaqla elədiyin günahlar tökülər. Allah çoxun bağışlayır və insan başına gələnin özünün əlinin qazancı olduğunu bilməlidir. Şura surəsinin 30-cu ayəsi. Və hər hansısa bir qula bir müsibət üz verdiyi zaman belə deməməlidir. Bu nəyə baş verdi? Niyə mənə baş verdi? Məndən başqa bir adam yox idi mi? Bu müsibətin baş verəsi, üzərinə gələsi, başına gələsi bir adam yox idi mi? Hələ bu xəstəlik gərək gəlib mənimi tapaydı. Bu bəla gərək mənəmi üz verəydi. Müsəlmanın ədəbi bu deyil, əxlər. Çünki insan bilməlidir, başına gələn hər bir müsibət əlinin qazancıdır və bilməlidir ki, bu Allahdandır. Allah subhanahu wa ta'aladan sən ona etiraz edə bilmərsən. Allah subhanahu wa ta'ala göndər bu müsibəti. Hər bir möminə lazım olan, vacib olan ilk öncə dilini saxlaması. Başına müsibət gələndə bu nəyə görə belə oldu, neynəmişdim demə. Özü vaxtlar nəsə eləmişsən. Çünki Allah subhanahu wa ta'ala deyir ki, وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ Sizə baş verən hər hansısa bir müsibət. فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ Əl-üzün qazancıdır. Özün qazanmışsan. Kimdə saxtarma bunu. Səbəbləri başqasında axtarma. Sənə zərər vuran başqası olsa belə. Problem səndədir. Sənin günahlarından. Və insan bilsin ki, ona baş verən bu müsibət yalnız günahına görədir. Bu şeydə də həm müjdə var, həm də qorxutmaq var. Həm müjdə var, həm qorxutma var. Və biz bildiyimiz zaman ki, dünyavi çətinliklər günahlarımıza görə olur və insan bilməlidir ki, əxlər, insan üçün xəstələndiyi zaman onun üçün bu iş, onun üçün müjdə də ola bilər və onun üçün çox böyük problem də ola bilər. İnsan səbr eləsə, günahlarının bağışlanmasını Allahdan diləsə və bilsə ki, elədiyinə görədir bunda və Allahdan əcrini gözləsə, hər bir xəstəliyinin baş verən müsibətin qarşılığında əcr qazanar. Yox, üsyan eləsə, günahın üzərinə günah qazanar. Buxar Rəhməhullah Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, müsəlmana baş verən hər hansısa bir çətinlik, kədər, hüzün, hətta əlinə batan bir tikan belə Allah onunla onun günahlarını bağışlayar. Müsəlmana baş verən hər hansı bir çətinlik, nə olursa olsun, əgər səbr edirsə, istər kədər olsun, istər qəm olsun, istər hüzün olsun, aydındırmı? Hətta əlinə batan tikanda belə, nəsə əlinə tikan batır, Allah onunla onun günahlarını bağışlayar. Çünki Allah Subhanahu çox günahları bağışlayır və çox şeylərlə bağışlayır Allah Subhanahu. Və əgər mömin səbr edəcəksə, Allah Subhanahu onun əlinə batan tikanda belə onun üçün xeyirlər qoyur. Günahları silinir. Bəlkə bilmədiyi günahlar var ki, hansı ki, əgər onlar bağışlanmasa, onlar dağlar boyda olub qarşısına çıxar. Dağlar boyda olub qarşısına çıxar. Çünki alimlər deyirlər ki, davamiyyətlə kiçik günah olmaz. Yəni, davam edəcəksənsə, o kiçik günahlar dağlar boyda olacaq. Və istiğfarla da böyük günah qalmaz. Davamiyyətlə kiçik günah olmaz, istiğfarla böyük günah qalmaz.
Davamiyyətdə olsa o böyüyəcək, o günah kiçik qalmayacaq. Təsəvvürlə 30 il yaşayıb, 30 ilin hər günü, hər saatı eyni günah eləyib. Kiçik günah olmayacaq artıq. O günah böyüyəcək, qiyamət günü qabağına dağlar boyda çıxacaq. Və istiğfarla da böyük günah qalmaz. Tövbə ilə, insanın tövbə etməsi ilə böyük günah qalmaz. Tövbə eləyəcək, dağlar boyda günahı olsa belə Allah bağışlayacaq. Onun üçün günahın davamlısından tövbə eləmək lazımdır. Davamlı olmamasına görə çalışmaq lazımdır. Kiçik günahların hər birindən əl çəkmək lazımdır. Və həmçinin böyük günahlardan da tövbə eləmək lazımdır. Ki insanın əgər böyük günahları bildiyi, böyük günahları varsa, Allah Subhanahu bağışlanma diləməlidir ki, ya Rabbi, bağışla, sənə tövbə edirəm. Və insanın tövbə etməsinin, tövbənin şərtləri var. Şərtləri ilə birlikdə salih, nasuh tövbə eləməlidir ki, bir də o günahlara qayıtmasın. Başqa bir hədisdə isə Muhammed sallallahu aleyhi ve sellem deyir ki, müsəlmana, möminə bəlalar baş verər özünə, ailəsinə, malına, övladına, hətta o vaxta qədər ki, Allaha heç bir günahsız qovuşar. Görürsən, insan yaşadığı müddətcə özünə bəlalar gəlir, ailəsinə bəlalar gəlir, uşağına bəlalar gəlir, xəstələnir, ailəsi xəstələnir, malına bəlalar gəlir. Görürsən, ya malı əlindən çıxır, ya nəsə problem olur. Allah Subhanahu Teala ona o qədər bəlalar verər ki, yəni insan üçün bunda xeyir var, qardaş, üsyan etmədiksə. İnsan əgər Allaha üsyan etməzsə ki, ya Rabbi, bu nə idi mənim başıma gəldi? Axı, mən namaz qılırdım, oruç tuturdum, sənin təklifi bilirdim. İnsan elə bilir ki, bunu dediyi zaman ona müsibətlər gəlməyəcək. Allah Subhanahu Teala imanın dərəcəsinə görə insanı sınağa çəkər. Və Allahın çəkdiyi bu sınaqda sən səbr eləsən, Allahdan gəldiyin bilsən, başa düşsən, Allah Subhanahu Teala günahsız qovuşarsan. Çünki hər bir, hətta tikanın batmasında belə müsəlman üçün xeyir varsa, savab varsa və günahının silinməsi varsa, gör insanın ailəsinin başına bir müsibət gələrsə, malına müsibət gələrsə, övladına, canına müsibət gələrsə, gör o zaman günahlardan necə silər, necə təmizlənər? Əgər bunu insan bilirsə, çünki dərsin əvvəlində qeyd elədik ki, bu şeydə həm müjdə var xəstəlikdə, insanın bunu bilməsində, xəstəliyi, müsibəti bilib səbr eləməsində və üsyan eləməsində də onun üçün böyük bir bəlalar var. Xəstəlik özündə, müsibətlər özündə həm xeyirləri cəm edib, həm də şərləri cəm edib. Xeyirləri cəm edib müsəlman üçün, möminlər üçün, Allah Subhanahu bilən, ona verdiyi bəlalarda əcrini Allahdan gözləyib səbr edən. Ya Rabbi, bu səndəndir, sən əmr eləmişsən və qədərin budur, əlhamdülillah deyib keçməsi. Başına gələn hər bir müsibətinə. Və o zaman mömin böyük bir əcrlər qazanar. Hər hansısa bir qulun günahı olarsa və onun həmin günahları bağışladacaq əməlləri olmazsa, yəni insan da günah eləyib və ondan tövbə eləməyib və yaxud da həmin o günahı siləcək bir əməli yoxdur, Allah Subhanahu wa Ta'ala ona kədər yaxud da xəstəlik verər ki, həmin günahı silsin. Ya kədərlənəcəyi, hüzünlənəcəyi bir iş başına gələr, çünki insan bilmir elədiyi o günahı və ola bilsin ki, elə böyük bir əməli də yoxdur ki, həmin günahı silinsin. Lakin Allah Subhanahu wa Ta'ala ona kədər verər, hüzün verər və yaxud da ona xəstəlik verər ki, onun heç özünün bəlkə bilmədiyi günahı Allah Subhanahu wa Ta'ala onunla bağışlamaq istəyər. Çünki əxilər, şeyx deyir ki, insanın dünyada lap təkrar olaraq belə başına müsibətin gəlməsi, çünki dünya həyatı az bir miqdardır. İnsanın dünyada təkrar olsa belə başına müsibətin gəlməsi daha yaxşıdır. Nəinki əbədi bir həyatda onun əzaba duçar olması. Yəni o günahlar, müsibət başa gəlir. Ondan sonra xəstəlik olur. Malına, övladına, özünə, canına. Onunla onun günahı silinir. Allah Subhanahu Taala dünyada ona bir müddətli bir həyatında, az bir müddətli bir həyatında bəla verərək, xəstəlik verərək onun günahını silir, əbədi həyatda bəlaya duçar olmasın deyə. Çünki həqiqi bəla, həqiqi müsibət axirətdə cəhənnəm bəlasıdır, cəhənnəm əzabıdır. Çünki dünyada həqiqi əzab yoxdur, əxilər. Müvəqqəti olan bir şeydir. Kimsə deyə bilməz ki, əbədi olaraq daim həmişə müsibətin içindədir. Ola bilməz. Lakin cəhənnəmdə belə olacaq, əbədi olacaq. Bitməyən əzab olacaq, əzabın üzərinə əzab olacaq, odun üzərinə od olacaq, zülmətin üzərinə zülmət olacaq, şiddətin üzərinə şiddət olacaq, zəhqumun üzərinə qaynar sular olacaq, irin və çirk olacaq, qanlar irindən olacaq, başqa bir şey olmayacaq. Lakin dünyada bu şeylərin heç biri yoxdur, əxilər. Yəni, insanın dünyada başına gələ biləcək davamiyyətdə olsa belə, müsibətlərin gəlməsi daha yaxşıdır.
nəinki cəhənnəmdə, cəhənnəm əzabına duçar olması, nəinki davamlı, əbədi bitməyən bir əzabda onun olması. Sələflər deyirlər ki, لَوْلَا مَصَائِبَ الدُّنْيَا لَوَرِدْنَا الْقِيَامَةِ مَفَالِيسِ. Deyir ki, əgər dünyadakı müsibətlər olmasaydı, qiyamət günü Allahın qabağında müflis olaraq çıxardıq. Yəni, heç bir savabımız olmayaraq və bütün günahlar basmış bir halda çıxardıq, deyir. Allahu Ekber. Bəzən insan bilmir, əxlaq, çoxsu bilmir, elə bilir ki, müsibətlər ona bəladır. Başına gələn onun üçün şərdir. Lakin içərisində olan bu qədər xeyirləri insan görsə, başına gələn, yəni demirəm ki, hər kəs dua eləsin ki, yalvarsın ki, ya Rabbi, mənə xəstəlik ver, müsibət ver. Məsələ ondan gedir ki, əgər müsibət baş veribsə, aydınmı? İnsan xəstələnibsə, ailəsinə, övladına, malına nəsə müsibət gəlibsə, o zaman səbr etməsindən söhbət gedir. Aydınmı baxırlar? Çünki xəstəlik olmasaydı, müsibət olmasaydı, səbrin fəziləti üzə çıxmazdı. Səbrin fəziləti o zaman üzə çıxır ki, insan səbirli olur ki, onun başına nəsə gəlir. Yəni, sənin başına bir iş gəlməmiş, necə deyə bilərsən ki, mən səbr eləyirəm? Sən səbirli o zaman ola bilərsən ki, sənə müsibət gəlsin. Səbr eləmirsənsə, sən o zaman imanında sabitli deyilsən. Yəni, rahat anında dediyin ki, var, ha, yəni səbirli olmaq, filan, filan. Sənə o gələndə sən səbr eləmirsənsə, üsyanlıysansə, söyürsənsə, qarşı çıxırsansa, filan edirsənsə, sən imanında sabit deyilsən, dediyində yəqin deyilsən. Sən əslən dediyi ilə inanmamısan, iman eləməmsən. Özü, yəni əmrincə özü islah eləməlisən ki, bəli, Allahdan gəlib və ona səbr eləmək lazımdır. Bu müsibətlərin qabağında. Məsələ bundan gedir, müsibətlər baş veribsə, və sələflər deyir ki, əgər dünyada müsibətlər olmasaydı, qiyamət günü Allahın qarşısına müflislər kimi çıxardıq. İxlasla.com saytı tərəfindən təqdim olundu.